7-ci sual uşaqların ən çox səhv elədiyi tiplərdən biridir. Deyir, bir işi eyni məhsuldarlıqda 3 usta 8 saata yerinə yetirir. Onda yazıram 1 usta x saata. Uşaqlar götürüb çarpaz vururlar. Çarpaz vura bilməzsiniz. Niyə? Çünki burada tərs mütənasibliyi var. Özünüz məntiqlə fikirləşin. Ustaların sayı azaldıqca saat necə azala bilər? Əksinə bir usta işi daha gec qurtaracaq 3 ustaya nisbətən. Ona görə də tərs mütənasibdir. Qarşı-qarşıya vuracaq. 1 vur x, yəni x bərabərdir 3 vur 8, yəni 24. Digərində 2 işçi 18 saata bitirir. Onda bir işçiyə y saat deyəcəm. Yenə tərs mütənasibdir. Y bərabərdir 2-ni 18-ə vuram olur 36. İndi usta 24 saata görsə, olacaq 1 saata 24-də 1. İşçi 36 saata görsə, 1 saata 36-da 1. İmtahanda bunu necə yazırsınız? Mötərizəyə alırsınız, vurursunuz, bilmirsiniz neçə saata bitirəcək bir t-yə. Tam iş 1-dir. Bərabərsiz 1-ə. Bu formada yazmalısınız imtahanda. Deməli, oradan olacaq ortaq məxrəcimiz 72. Bunu 3-ə vurursunuz, bunu 2. 72-də 5. Oradan da t-ni tapırsınız, 5-də 72. Məsələn, bu da olacaq sizin zamanınız.